Son illərdə əmək bazarında dinamik və sürətli dəyişikliklər baş verir. Ənənəvi peşələrdən bəziləri artıq aktuallığını itirmək üzrədir. Onların yerini isə texnologiya və innovasiya ilə bağlı yeni perspektivli ixtisaslar tutur. Bəs bu dəyişikliklər hansı sahələrə aiddir əsasən və ən əsası hazırki əmək bazarı gələcəyin peşələrinə nə dərəcədə hazırdır? Bu və digər vacib məqamlarla bağlı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədr nümayini Elçin Süleymanov ilə söhbət aparacağıq. Xoş gəlmişsiniz, hər vaxtınız xeyir olsun Elçin müəllim. Sağ olun. Qeyd etdik ki, texnologiyanın günü-gündən sürətli inkişafı ilə iş dünyası da dəyişir, əmək bazarında müəyyən dəyişikliklər baş verir. Konkret olaraq hansı istiqamətlər üzrədir bu dəyişikliklər? Təbii ki, cəmiyyət inkişaf etdikcə, texnologiya inkişaf etdikcə əmək bazarı da dəyişir. Çünki əmək bazarı da cəmiyyətin bir parçasıdır və bu texnoloji dəyişikliklərə adaptasiya olur. Və onu qeyd edeyim ki, son illərdə bu dəyişiklik çox sürətlidir. Çünki artıq texnologiyanın sürəti o qədər tez, o qədər çevikdir ki, əmək bazarı buna ayaqlaşma məcburiyyətindədir. 2025-ci ildə Dünya İqtisad Forumu bununla əlaqəli yanvar ayında böyük bir toplantı keçirmişdi və hesabat hazırlanmışdı. O hesabata görə gələcəyin kvalifikasiyaları daha çox çevik düşüncə, adaptasiya, kollektivlə işləmə bacarığı, stres yönümlülük, eyni zamanda innovativ texnologiyalardan istifadə bacarığı sayılmışdı. Və burada əsas qeyd olunurdu ki, bu bacarıqlar ya əldə edilməlidir, ya da mövcud, yəni o kadrlar bu bacarıqları inkişaf etdirməlidir. Burada başqa yol yoxdur, üçüncü yol. Gələcəyin peşələri deyəndə burada elə o Davos İqtisad Forumunun müəyyənləşdirdiyi 10 istiqamət var idi və burada ilk başda böyük verilərlə işləmə, data elmi dediyimiz və machine learning bu IT istiqamətində və böyük dataların, böyük verilənlərin analizi, onların işlənməsi, müəyyən həllər üçün təqdim edilməsi istiqaməti idi. İkinci bir istiqamət həm bank sektoru, həm dövlət xidmətlərinin elektronlaşması dolayısıyla kiber təhlükəsizlik ixtisası ki, bu da çox aktual oldu. Bir başqa istiqamət bərpa olunan alternativ enerji mütəxəssisləri. Çünki artıq ənənəvi enerji texnologiyaları get-gedə öz aktuallığını itirir. Buna görə günəş enerjisi, külək enerjisi və digər alternativ və bərpa olunan enerji ilə əlaqəli istifadə, eyni zamanda avtomobillərdə artıq elektrikli avtomobillərin kütləviləşməsi bununla əlaqəli mütəxəssislərə ehtiyac yaradır. Bir başqa istiqamət əvvəllər də çox populyar ixtisası idi, maliyyə. İndi maliyyə ilə texnologiya birləşərək fintech, maliyyət texnologiyaları ixtisası ortaya çıxarıb ki, burada kriptovalyutalar, blockchain texnologiyaları, bununla əlaqəli də mütəxəssislərə ciddi ehtiyac var. Bir başqa istiqamət biotexnologiya və tibb texnologiyaları, çünki tibb hər gün sürətlə inkişaf edir və bu həm həkimlərin, tibb işçilərinin özlərini inkişaf etdirməsi, həm də tibb texnologiyalarının istifadəsi zərurətini ortaya çıxarır. Artıq ən mürəkkəb, həm deyəlim ki, çətin əməliyyatları robotlarla müxtəlif tibbi avadanlıqları istifadə edərək reallaşdırma mümkündür. Ona görə biotexnologiyalar, eyni zamanda tibblə əlaqəli avadanlıqlar. Bir başqa istiqamət kənd təsərrüfatıdır, amma bu ənənəvi kənd təsərrüfatı deyil. İnnovativ, müasir, orqanik kənd təsərrüfatı istehsalına məşğul olan kənd təsərrüfatı və bir başqa kreativ art dediyimiz müasir dizaynla əlaqəli ixtisaslardır ki, bu da gələcəyin peşələri istiqamətindədir. Bir də müasir idarə etmə, elektron ticarət, logistika. Yəni, ümumi olaraq ümumiləşdirirsək, bu 10 istiqamət gələcəyin əmək bazarından əlaqəli tendensiyalar. Elçin müəllim, artıq dünyaca nüfuzlu məşhur universitetlər az öncə sadaladığınız həmin o istiqamətlər üzrə öz proqramlarını formalaşdırırlar ki, tələbat bunu olduğuna görə. Bəs bizdə necədir? Azərbaycanda, ölkədə təhsil verən, əmək bazarına kadr hazır edən universitetlərdə vəziyyət nə yerdədir? Son illərdə sevindirici hal oldu ki, bununla əlaqəli kifayət qədər yeni ixtisaslar yaradılır. Burada istər kiber təhlükəsizliklə əlaqəli olsun və elə bu il Nazirlər Kabineti müəyyənləşdirdiyi yeni ixtisaslar, 7 ixtisas müəyyənləşdirmişdi və o 7 ixtisasın demək olar ki, 6-sı bayaq sadaladığım istiqamətlərdir. Yəni bu il ilk dəfə data analitikası ilə əlaqəli mütəxəssis yetişdiriləcək,
eyni zamanda innovativ kənd təsərrüfatından əlaqəli mütəxəssis yetişdirəcək. Bunların bəzisi bakalavr proqramı, bəzisi magistr proqramı, eyni zamanda bir neçə ikili diplom proqramı var ki, Azərbaycan Universitetindən xarici universitetlər, Amerikanın, Cənubi Koreyanın universitetlərindən ikili diplom proqramlarında da universitetlərin bəyanına görə bu ixtisaslarda birgə mütəxəssis hazırlanacaq. Xüsusilə IT ilə əlaqəli bulud texnologiyaları, data analitikası və böyük verilənlərin işlənməsi, machine learning ilə əlaqəli ixtisaslar hazırlanacaq. Bu sevindiricidir və eyni zamanda alternativ və bərpa olunan enerji mütəxəssislərlə əlaqəli bir neçə universitetimizin həm öz ixtisası, həm ikili diplom ixtisası bu ildən etibarən açılacaq. İxtisaslar yaradılıbsa, açılıbsa nə yaxşı, sevindirici haldır. Burada əsas məsələ qalır düzgün ixtisas seçimi etmək. Bu məsələ haqqında danışmaq istərdik, çünki vacib məsələlərdən, önəmli məsələlərdən biridir ki, düzgün ixtisas seçimi necə aparılmalıdır? Öncə bir statistik məlumat var, onu diqqətinizə çatdırmaq istərdim. Hansı ki, Azərbaycanda ən çox işsiz qalan ixtisas sahibləri humanitar və iqtisadiyyat fakültələrinin məzunlarıdır. Dövlət Məşğulluq Agentliyinin son hesabatına əsasən iqtisadiyyat və hüquq ixtisasları üzrə məzun olan iş tapmaq faizi 50%-dən aşağıdır. Bu da onu göstərir ki, doğru düzgün ixtisas seçimi etmək lazımdır. Əmək bazarının dəyişən tələblərinə uyğun. Necə aparılmalıdır bu ixtisas seçimi? Düzgün vurğuluyursunuz. Yəni, ənənəvi ixtisas seçimi daha çox populyar olan qonşu, qohum, valideyn tövsiyəsi ilə formalaşırdı. Amma burada gənclər bəzən öz qabiliyyətləri, öz xarakterlərinə uyğun olmayan ixtisaslar seçildi və yəni, ya ixtisası sevməlisən, ya da sevdiyin ixtisasla məşğul olmalısan. Mən ikinci abituriyentlərə tövsiyə edərəm ki, sevdikləri ixtisası seçib onunla məşğul olsunlar. Çünki səhv seçdikləri bir ixtisas ya yuxarı kurslarda transfer olaraq başqa ixtisasa keçəcəklər, vaxt itkisidir, ya da məzun olduqdan sonra əmək bazarında özünü reallaşdıra bilməyəcəklər. Burada abituriyentlərin qabiliyyətləri çox əhəmiyyətlidir. Dünyada bununla əlaqəli müxtəlif psixometrik testlər var ki, bu testlər abituriyentin yaxşı bir maliyyətçi mi, yaxşı bir mühasib mi olmasını rahatlıqla ortaya çıxarır. Əslində eyni ixtisas kimi görsənir, amma mühasib rəqəmlərlə, ayrıntılarla və səbirli bir xarakterə sahib olan insan olmalı ikən, maliyyətçi riski sevməli, daha analitik düşünməli, yeniliklərə açıq olmalı. Yəni, bu dediyim kimi hüquqçu və tibb işçisi hər biri fərqli xarakterdə olmalıdır. Soyuqqanlılıq, ayrıntıları sevməli, səbirli olmalı. Mən tövsiyə edərdim ki, gələcəyin tendensiyalarını, xüsusilə texnologiyalar, rəqəmsal inkişaf, bayaq qeyd etdiyim kimi data elmi, süni intellekt kapsamlı ixtisaslar seçilməsi yaxşı olardı. Humanitar ixtisasların bəziləri aktuallığını itirəcək, düz deyirsiniz. Amma müəyyən disiplinlər arası, yəni bir neçə ixtisası bir arada artıq Avropanın və Amerikanın bir çox universitetində bu da təqdim olunur ki, eyni anda həm humanitar, həm dəqiq elmləri birləşdirən ikili bir diplom istiqaməti. Düşünürəm ki, humanitar ixtisası seçənlər də özlərini innovativ texnologiyaları istifadə etmə yönündən inkişaf etdirməlidirlər. Yəni, əgər bu olursa, yəqin ki, gələcəkdə işsiz qalmazlar. Biz qeyd etdik ki, texnologiyanın inkişafı, əmək bazarının dəyişən yeni tələbləri bir çox peşələri artıq tarixə qovuşduracaq. Onlar yavaş-yavaş sıradan çıxacaqlar. Yaxşı, bəs məsələnin digər tərəfi var. Hazırda həmin o peşə sahibləri necə davranmalıdır? Yeganə çıxış yolu yeni bir ixtisas seçməkdir, yoxsa başqa alternativ yol var? Burada yaxşı bir mütəxəssis olmaq üçün təbii ki, uzun müddət yenidən təhsil almağa ehtiyac yoxdur. Artıq adaptativ, sürətli, müxtəlif üsullar var ki, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müxtəlif qurumların təqdim etdiyi ixtisas artırma, peşə hazırlığı kursları var ki, qısa müddətdə sahəsi üzrə və ya dediyim kimi sahəsini dəyişərək ehtiyaclar üzrə mütəxəssis kimi yetişmək olur. Yəni, xüsusilə bu peşə bacarıqlarla əlaqəli. Ona görə hal-hazırda bir çox hesabatlarda göstərilir ki, 2030-cu ildə mövcud ixtisasların hardasa 25% öz aktuallığını itirəcək. Yəni, hər 4 nəfərdən biri işini itirəcək və bu bir çağırışdır. O 4 nəfərdən biri
yeni ixtisaslar istiqamətinə inkişaf etdirməlidir. Yəni bəsit bir misal deyim, deyəlim ki, bizdə illərlə ənənəvi avtomobil təmirçisi, çilingəri gələcəkdə elektrikli avtomobillərin təmirçiliyini öyrənməlidir. Çünki tendensiya odur ki, hər il ölkəyə daxil olan idxal olan avtomobillərin 30-40% artıq elektrikli və hibrid avtomobillərdir. Ona görə ənənəvi avtomobil təmirçisi bu hibrid və elektrikli avtomobili təmir edə bilməyəcək. Ona görə insanlar arxayınlaşmamalıdır. İxtisasla əlaqəli müasir tendensiyaları təqib etməlidir. Lazım olduğu zaman ixtisas artırmaya, müxtəlif təlimlərə cəlb olmalıdır. Bu dövlət xətti ilə də ola bilir, öz şəxsi təsəbbüsü ilə və ya işlədiyi müəssisə vaxtaşırı işçilərinin ixtisasını artırmağı planlaşdırmalıdır.